Qafqaz 4466 YouTube kanal izləyiciləri. Görürsünüz, yanımda Zamin müəllim var, Elnur müəllim var. Biz bugün Qaxda Kürmük məbədinə gedirik. Hansı ki bu məbəd Müqəddəs Georgi kilsəsi də adlanır. Azərbaycanın ən gözəl güşələrindən olan Qax rayonu ərazisində, belə desək, 19-cu əsrdə belə desək, Çar Rusiyası tərəfindən, düzdürmü? Çar Rusiyası tərəfindən 19-cu əsrin sonlarında əsasən xristianlıq dinini yaymaq, dini dayaq yaratmaqla məqsədinə, belə deyim, inşa olunub. Etimologiyası da, belə desək, Kürmük adı udicə kur, yəni quyu, çuxur, çala. Bunun kurqan sözü ilə görəsən əlaqəsi varmı bu kur sözünün? Mux isə Qafqaz albanlarının belə dilində çoxluq mənasını verir. Hansı ki, bu da onun fikrincə də elə Kürmük, müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zergoyn düzünün xristianlıqdan sonraki, belə deyək, adıdır. Buradan Qax rayonu da gözəl görüntü meydana gəlir. İstəyirəm izləyicilərimizə təqdim eləyək. Yaşıl rəngdə bir rayondur Qax. Gözəl bir rayondur. Baxın, hər tərəf ağaclar, gözəl təbiət mənzərələri, gözəlliklər olan bir rayondur. Düzdürmü Zamin müəllim? Necə fikirləşdiniz? Çox möhtəşəm. Qeyd olunduğu kimi bura bizim eramızın 1-3-cü əsrinə aid olan Alban məbədidir. Məbədin əsas bərpası 19-cu əsrdə qeyd edildiyiniz kimi olmuşdur. Hal-hazırda yerli əhali tərəfindən tez-tez ziyarət olunan yerlərdən biridir. Xristian əhali tərəfindən, belə desək. Mənzərə olaraq çox möhtəşəm bir yerdə yerləşir. Meşənin içərisində, ağacların arxasında. Gözəl, əla bir yer. Elə isə gedək biz izləyicilərimizə Kürmük məbədini daha yaxından göstərək. Bizim hardasa yürüyüşlə, hardasa bir 10 dəqiqəlik, 15 dəqiqəlik mənə elə gəlir ki, yolumuz qalıbdır. Nə vaxtdan yürüyüş eləmirdik. Yaxşı oldu ki, biz yürüyüş elədik Zamin müəllim, düzdürmü? Birgə yürüyüş. Təbii ki, tarixi yerlərə gəlmək vacibdir ki, ümumi dünya görüşümüzü artırırıq. Bundan başqa da təbiətin qoynundayıq. İstər-istəməz yürüyüş edirik. Budur. Buradan görsənir. Bəli, çəkə bilər. Təmiz hava. Ümumiyyətlə, gəzmək ürəyi möhkəmləndirir. Bizim bir məqalədə oxumuşdum. Əsasən insanların ölüm səbəblərindən ən çoxu isə elə ürəyin dözümsüzlüyü ilə bağlıdır. Daha çox ürək dayanması, infarktla Ürək damarlarının tutulması. Bu da insanların az gəzməyi ilə, sağlam həyata gec keçid eləməkləri ilə bağlıdır. Mənə elə gəlir ki, Əlavə olaraq qeyd edirəm ki, gündəlik o qədər smartfonlardan istifadə edirik ki, sosial şəbəkələrdə o qədər vaxt keçiririk ki, bəzən yerimək yadımızdan çıxır ki, insan təbii ehtiyaclarından biri deyək. İnsanın gündəlik icra eləməli olduğu vəzifələrindən biri də yeriməkdir, ən azı 1 saat gündə yeriməkdir. O yadımızdan çıxır. Belə yerlərə gəlməyimizin üstünlüyü odur ki, yeriməyi yadımıza salıq ki, yerimək lazımdır. Hər kəs yeriməlidir və danışmalıdır. İstirahət edirik Zamin müəllim, həm də aktiv istirahət edirik. Elə Ülvi müəllimin də bu kanalının yaratma əsas səbəbi odur ki, Azərbaycanda əsas da gəncləri aktiv istirahətin, fəal istirahətin, belə deyək də, o anlayışın onlara aşılanmasıdır. Biz həm tarixin bir parçasına gedib şahid oluruq, tarix haqqında məlumat öyrənirik, həm də fəal istirahət edirik. Həmçinin qeyd edeyim ki, istirahət deyəndə hər kəs gedib Maldivlərdə istirahət eləməli deyə bir şey yoxdur. Yəni, mövcud əmək haqqımız, yaşayış tərzimiz bizə müxtəlif ölkələrə səyahət eləməyə imkan yaratmaya bilər. Amma bu demək deyil ki, biz evdə durub depressiv vəziyyətdə insanların Instagramdakı paylaşımlarını izləməliyik deyə bir qanun yoxdur. Məsələ orasındadır ki, biz çalışmalıyıq ki, Çörə pul ver də şirini. bax elə videonu pozduğunuza görə yox. Buyurun, davam edin. İnsanların istirahət anlayışı deyəndə hər kəsin Maldivlərdə, Amerikada, İngiltərədə, Hindistanda, Bangladeşdə istirahət eləməyə gücü çatmaya bilər. Amma hər kəsin ən azından
yaşadığı kəndi, bölgədə ən azından parkda yeriməyə gücü çatar. Yəni hər kəs düşünməlidir ki, istirahət demək elə təkcə başqa ölkələrə getmək demək deyil. Öz yaşadığımız regionda da, bölgəmizdə də, kəndimizdə də təbiət qoynuna çıxmaq, dostlarla görüşmək, söhbət eləmək, söhbət elə və yeri. Biz hamını söhbət eləmək və yeriməyə çağırırıq. Və faydalı söhbətlər aparmaq. Bəli, təbii ki. Bizim kimi belə faydalı söhbətlər aparmağa insanları dəvət edirik. Zamin müəllimin sözünə qüvvət. Bir şey demək istəyirəm. Azərbaycan həqiqətən həm tarixi məkanlarına, həm də təbiət belə məkanlarına çox zəngin bir yerdir. Və biz nə qədər belə deyək də multikultural ölkə olduğumuzu da siz məbədlərin hal-hazırdakı vəziyyətindən, bizim insanların onlara yanaşmağından görə bilərik. Biz hər birimiz müxtəlif ölkələrdə olmuşuq. Təəssüf ki, hər bir millət bizim kimi olmur, bizim kimi multikultural olmur. Biz həqiqətən həm öz dinimizə, həm də digər insanların dininə çox hörmətlə yanaşırıq və onların abidələrini ən yaxşı şəkildə restavrasiya edirik, qoruyuruq. Bu da bizim millətin, belə deyək, müsbət xüsusiyyətlərindən biridir. Və qeyd edeyim ki, dünyanın heç bir yerində digər dinlərə, digər millətlərə qarşı bu qədər qeyd edildiğiniz kimi hörmət və diqqət yoxdur. Ona görə də Azərbaycanlı olmağımızla fəxr edirik. Bir də deyirəm, gənclərimizi, vətəndaşlarımızı, insanlarımızı idmana, yeriməyə, sağlam həyat tərzinə çağırırıq. Hamı yerisin, hamı idmanla məşğul olsun, sağlam qalsınlar. Əla. Elə biz söhbət eləyə-eləyə, belə Artıq həm də yeriyə-yeriyə, bəli, yaxınlaşmışıq Kürmük məbədinə, tarixi haqqında məlumat verdik, etmologiyası haqqında məlumat verdik. Bura çıxmaq haqqında məlumat verdik. İndi isə Kürmük məbədinə gedirik. Artıq çatmışıq. Bəli. Möhtəşəm bir yerdə həqiqətən iş eləyir. Çox möhtəşəm. Sırf elə bu mənzərəni görməyə görə. Demək olar ki, Qaxa gələn, Bakıdan Qaxa gələn hamı Kürmük məbədini görür. Rahat görünən yerdədir. Təbiətin ən gözəl vaxtında biz gəldik. Təbiət oyanır. Belə qayaların üzərində məbəddir. Möhtəşəm görünür. Həqiqətən möhtəşəm. Yerləşməsinə görə, hər şey çox gözəldir. Deməli qeyd olunduğu kimi 19-cu əsrə məxsusdur. 1-ci, 3-cü əsrlərdə deməli əsası qoyulmuşdu Albanlar tərəfindən. 19-cu əsrdə Çar Rusiyası tərəfindən bərpa olunmuşdur. Hal-hazırda qeyd edildiyimiz kimi Mədəniyyət və Turizm Mədəniyyət Nazirliyinin balansındadır və dövlət tərəfindən qorunan abidələr sırasındadır. Həqiqətən də əladır ha. Super. Bəli. Mənzərəyə fikir verin. Yəni buranı götürün belə. Mənzərəyə baxın. Sırf elə bu mənzərəni görməyə görə burada gəlməyə dəyər. Super. Xristian məbədi. Qırmızı kərpişdən tikilmişdi. Mən oxşar dizaynları Gürcüstanda görmüşəm müəllim. Yəqin ki, qatlarsınız. Belə Yaxın məbədlər olduğuna var. görə. Bəli, bəli. Yəqin yaxın regionda Qax bildiyimiz kimi Gürcüstanın məncə ən yaxın olduğu şəhər Laqadex şəhərinə çox yaxındır. Ona görə memarlıq belə üslubu oxşaya bilər məncə. Bəli, Alban üslubundan uyğun gəlir. Bəli, bəli. Möhtəşəm. Sadəcə möhtəşəm. Siz içərisinə daxil olaq, baxaq. Belə. Bəli. Təklif edirəm ki, içərisinə daxil olmamışdan daha yaxşı gəlin daxil olaq. Daha sonra digər tərəfdən görüntüsünə biz baxarıq məbədin. Aha. Hələ də insanlar tərəfindən burada müxtəlif dini ayinlər həyata keçirilir. Burada şamlar yandırılır. İçərisi də qədim belə deyək, kilsələrin tikildiyi üslubda hazırlanıb. Burada bizim 4 ayaqlı dostumuz var. Bilsəydik ki, sən buradasan, sənin üçün yemək gətirərdik.
Bu da yəqin ki dilək ağacıdır. Adamlar burada inanclılar. Müxtəlif arzularını tutaraq burada parçalar ağaca. Bəli. Çox əla qorunub saxlanıb. Hiss olunur ki, dövlət tərəfindən ciddən qorunur. Evet, 2-ci əsrdə əsas tikintisi 19-cu əsrdə bərpa olunmalı. Yəni bu deməkdir ki, buna diqqət ayrılır. Bax. Heç 10 dəqiqə çəkdi eləmi bizim bura çıxmağımız? Təxminən 10 dəqiqə vaxt apardı. Biz yerdən bura qədər gəldik.